Neçə ildir müəllim kimi çalışırsınız? Axşamınız xeyir. Artıq mən də o azlığın içində deyiləm. Mən artıq ərizəmi yazmışam. Bir yanlar siz məndən soruşdunuz ki, məktəb, bəli, mən 116 nömrəli məktəbdə işləyirdim. Fəqət bu dediyiniz səbəblərdən artıq konkret olaraq səbəbi deyil. Ərizəni yazdım. Çünki belə deyək, bir çox problemlər məktəbdə müəllimlərin sistemi qane etmədiyinə görə, məktəb sistemi qane etmədiyinə görə... Bu məktəb sistemi deyəndə konkret hansı bəndlər yer alır? Belə deyək, bu sosial şəbəkələrdə müəllimlərin bir üzv olduğu qruplar var. O qruplarda açıq-aşkar hər şey görünür. Yəni, belə deyək, kargüzarlıq məsələləri, sənədləşmənin müəllimləri çox incitməsi, nə bilim, BSG, KSG, yəni, belə deyək də, sənəd işlərinin çoxluğu uzbatından şəxsən mən bir yaradıcı insan kimi bunların hamısının əleyhiniyəm. Məndən ötürü həmişə belə olub ki, mən girim dərsə, dərsimi verim. Mən müəllim işləməyim 2001-ci ildən bu yana, universiteti 2000-də qutarmışam, 2 ilə yaxın əskərliyi çəkmişəm. O vaxtdan bəri mənlə təhsillə məşğulam. Çox yerlərdə işləmişəm. Çağ öyrətimdən tutmuş, belə deyək də, müxtəlif kurslara kimi. Amma belə deyək də, mən sırf repetitordan Tural müəllim dedi. Bəli, mən repetitorluğa məşğulam. Şəxsən hər il mənim, hər il dərsliyim tələbələrdən prezident təqaüdçüsü var. Zaur müəllim, siz repetitorluğa məşğul olursunuz, eyni zamanda məktəbdə müəllim idiniz və bildirək ki, Sabah Saxlamaq komandasının sizin məktəbdən ayrılmağınızla bağlı xəbəri yox idi. Biz sizi hələ də 116 nömrəli məktəbin müəllimi kimi... Biz verilişdən öncə də maraqlanında siz dediniz ki, bəli, məni 116 nömrəli məktəbin müəllimi kimi sayılır. Sizin üzr istəyirəm. O məsəl üçün, repetitorluğa məşğulsunuz, müəyyən bir məbləğ qazanırsınız. O məbləği sırf məktəbdən qazansaydınız, sizin üçün də rahat olardı mı? Siz də daha özünüzü, potensialınızı xərcləyərdinizmi? Əlbəttə ki. Yox, bir şey. Potensialı müəllimlərin ki, məktəbdə maaş azlığına görə müəllimlər potensialını tam ortaya qoymur. Bu da yanlış olardı. Bir çox mənim hörmət elədiyim müəllimlər var ki, repetitor işləməsə belə bütün canını və bacarığını məktəbdə qoyurlar. İstisna hallardır da. Yox, istisna deyil. Yarıdan çox müəllimlər mən tanıyıram ki, məktəb sistemində var gücünü qoyurlar. Sistem yanlışdır. Sistem, biri var təhsil, biri var təhsilin imitasiyası. Biz bu dəqiqə, məsələn, dünya standartlarına baxanda, mən demirəm dünya standartlarına uymalıyıq. Çünki dünya başqadır, burada məhəlli, əlbəttə ki, biz Azərbaycanlıyıq. Bizim uşaqlarımız, şagirdlərimiz Avropa uşağı deyil. Bizdə tam başqa situasiyalar mövcud olur. Sadəcə, bax belə deyək, 30-35 nəfərlik sinifdir. Müxtəlif cinsli, müxtəlif dünya görüşlü, müxtəlif ailələrdən bu qabaqlar bəlkə də işə yarayır.